Hər vaxtınız xeyir dostlar. Sizi yenə də Avtopodcast kanalımızda salamlayıram. Yəqin ki, sualınız yaranacaq ki, bəs bir neçə video çəkdikdən sonra bunlar hara yoxa çıxdı? Niyə video gəlmədi? Videoların davamı olmadı? Hamısının bu gün suallarını qeyd eləmişik və hamısını cavablandırmağa çalışacağıq. Bura isə bizim yeni fon marketimizdir. Yəni bizim özümüzə məxsus bir marketdir. Hansı ki, detailing market olacaq. Yəni belə deyək, hələ ki bizdə 2 məhsullardır burada, amma inşallah gələcəkdə bir neçə brendlərin məhsulları bizim mağazamızda mövcud olacaq. Birinci sualımız bundan ibarətdir. Fon marketin rəsmi ünvanı harda yerləşir və neçə filialı mövcuddur? Fon marketin bir filialı mövcuddur. O da Sabit Orucov küçəsində olan Bravo marketin daxilindədir. Daha rahat dillə desək, Ali məhkəmənin yanında olan Bravo marketin içindədir. Yəni Waze-də də fon market yazaraq mağazamıza rahatçılıqla yaxınlaşa bilərsiniz. Fon marketin mənası nə deməkdir? Fon market yəni heç bir brendə heç bir əlaqəsi yoxdur. Sadəcə fon köpük deməkdir. Yəni köpük market bizim dildə desək, yəni o da bizim işimizə aid bir addır deyə biz bu adı seçmişik. Çoxdan da YouTube fəaliyyətiniz dayandırmışdınız. Bunun səbəbi nədir? Səbəbi odur ki, biraz mağazamıza başımız qarışdı, yer axtarırdıq. Yəni rahat belə deyək, müştərilərimiz üçün rahat bir yer olsun. Hara ki gəldikdə parking problemi çəkməsinlər. Yəni bir rahat bir ünvan olsun, hamıya yaxın bir ünvan olsun. Yəni çox vaxtımız aldı və sonda nöqtə oldu ki, Sabit Orucovda olan Bravo marketin içindəki belə deyək, yeri götürmək oldu və yavaş-yavaş fəaliyyətimizə başlamışıq. Mağazamız da yenidir. Yəni səbəblərin də biri o oldu ki, yanlış yerdə, yanlış insanlarla olduq. Ona görə də YouTube-da videonun gec gəlmə səbəbi bunlar idi. Həm də açığı, yəni YouTube izləyicilərimiz üçün də çox darıxmışdıq. Həqiqətən, yəni YouTube-da olan izləyici kütlə, yəni başqa sosial platformalara baxanda həqiqətən də daha belə deyək, xoş rəylər həmişə yazıblar, daha belə məlumatlıdırlar. Ona görə də inşallah çalışacağıq tez-tez YouTube-a videolar çəkməyə. Fon marketdə hansı brendlərin məhsulları mövcuddur? Fon marketdə hal-hazırda rəsmi distributoru olduğumuz, yəni 2 məhsulların 2 brendin məhsulları mövcuddur. Biri Shine Systems'dir, digəri isə Fon Kiras'dır. Yəni Shine Systems'i bilirsiniz ki, 2022-ci ildən artıq biz Azərbaycana gətiririk və belə deyək, Shine Systems Rusiyanın Novosibirsk şəhərində istehsal olunur və 2024-cü ilin sonundan, yəni noyabr aylarından Rusiyanın Sankt-Peterburg şəhərindən olan bir brend Fon Kiras'ın rəsmi distributoru da olduq. Sualımız bundan ibarətdir ki, siz fon market olaraq 2 brendlə davam eləmək istəyirsiniz, yoxsa bir çox brendlərlə planlaşdırırsınız işləməyə? Əlbəttə ki, adından bəllidir ki, fon marketi, yəni biz aksenti nə Fon Kiras'ı, nə Shine Systems'i eləmədik. Çünki biz multi-brend mağazası yaratmağa çalışırıq və yaxın gələcəkdə əlbəttə ki, partnyorluq elədiyimiz şirkətlər də olacaq və öz rəsmi distributorluğunu aldığımız şirkətlər də olacaq. Və bir şey də bizə maraqlıdır ki, yəni sizin rəyinizi istəyirik oxumaq. Hansı brendləri bizim mağazada görmək istəyirdiniz? Yəni həqiqətən yorum xatirinə yox, sadəcə izləyicilərimiz bizim həqiqətən çox məlumatlıdır. Ona görə də istəyərdik ki, elə bir maraqlı, bəlkə də bildikləri bir şirkətlər var, hansı ki bizə özümüzə də maraqlı olar. Fon marketdə daha necə yeniliklər olunacaq tez bir zamanda və gözlənilir? Yeniliklər ondan olacaq ki, bizim fon market tək şəxsi istifadə üçün yox, həm avtoyuma və detailinglərlə işləyəcək, treninqlər keçiriləcək. Bura artıq belə deyək, şəxsi istifadədən çox avtoyuma və detailinglər yaxınlaşır, məhsullarımızı alır. Yəni biz burada qısa olaraq onlara trening keçirir, yəni necə düzgün
istifadə eləmək, necə servis eləmək, necə satış eləmək hamısını öyrədirik və müştərilərimizə belə deyək ki, avtoyuma detailinglərə daha çox satış eləməyə kömək edirik. Və bu yaxın günlərdə də ya həftələrdə bizim avtoyumamız olacaq, partnyor avtoyuma, hansına ki biz o treningi keçəcəyik və onun videoları çəkiləcək və artıq bizlə çalışan avtoyumalar əlbəttə ki, bütün nə qədər gördüyünüz avtoyumalardan fərqli olacaq. Çünki xidmətləri daha çox və zəngin olacaq. Növbəti sualımız bundan ibarətdir ki, mən sizin Fon Marketin mağazanıza gələ bilmirəm, onlayn şəkildə necə əldə edə bilərəm? Onlayn şəkildə çox rahat əldə edə bilərsiniz. Yumiko.az saytına daxil olaraq Fon Market yazaraq bütün məhsullarımıza baxıb, seçib əldə edə bilərsiniz. Və yaxınlarda inşallah bizim fonmarket.az saytımız fəaliyyətdə olacaq. Shinesystems.az, fonhears.az da yazaraq sizi yönəldəcək fonmarket.az-a və daxil olaraq sifarişi verə bilərsiniz. Təkcə Bakı şəhəri olmayacaq. Bütün şəhərlərimizə, rayonlarımıza sürətli çatdırılmalar olacaq. Hətta detailing və avtoyumalar üçün də şəxsi kabinetlər olacaq və onlar daxil olub sifarişlərini verib anında sifarişlərinin çatdırılması mövcud olacaq. Növbəti sualımız, niyə məhz Fon Marketdən sizin məhsulları əldə etməliyəm? Əldə etmə səbəbi ondadır ki, professional dəstək, professional məhsullar, yəni məhsullardan əlavə o məhsulları düzgün tətbiq eləməyəndə çox pis fəsadlara gətirə bilər və biz ondan arxayınıq ki, yəni özümüzə güvənirik və bizə rəqib yoxdur. Sadəcə olaraq kimsə elə bilər ki, hansısa brendə görədir, yox, elə deyil. Brendin özü elə, biz özümüzü düzgün müştəriyə kömək eləmək, satdıqdan sonra satdım, bitdi deyil. Müştəri ilə əlaqədə saxlayırıq, soruşuruq, maraqlanırıq və problemləri həll olunanda əlbəttə ki, sevinirik. Olmayanda da çalışırıq başqa bir məhsullarla müştərinin problemlərini həll eləyək. Son olaraq izləyicilərimizə nə demək istəyərsən? İzləyicilərimizə onu demək istəyərdim ki, çox darıxmışdım sizlərdən ötürü. Həqiqətən çoxdan da video olmurdu, sizdən təmasda deyil idim, amma yenə də videolarımıza baxdığınız üçün təşəkkür edirəm. Sizin yorumlarınız bizə motivasiya verir və istəyərdik ki, gələn videoların hansı mövzularla bağlı olduğunu yazasınız və əvvəldə qeyd elədiyim kimi hansı məhsulları istəyərdiniz bizim Fon Marketimizdə görəsiniz və özümüzə də həqiqətən də çox maraqlıdır ki, müştərilərimiz hansı brendlə tanışdı və hansı brendi istəyərdi bizim mağazamızda görmək. Belə də avtomobillə bağlı təkcə məhsullarla yox, yəni bizim öz müştərilərimiz həmişə hansısa bir problemlə rastlaşanda və ya kimsə ola bilir ki, yeni avtomobil alır, avtomobili plonkalatdırmaq istəyir, keramika vurmaq istəyir, cilalatdırmaq istəyir, hər zaman yığırlar, əlimdən gələni eləyirəm, yönəldirəm, hətta endirim aldıram. Belə də olur ki, bəzən ustalar da yığır ki, hara gedə bilərəm bu sənədi öyrənmək üçün, kursa getmək istəyirəm, onlara da belə kömək eləyirəm. Yəni bizim işimiz əlbəttə ki, detailing kulturasını Azərbaycanda yüksək səviyyəyə qaldırmaqdır, insanları aldatmamaqdır, insanlarla hər şeyi şəffaf eləməkdir, yəni işi şəffaf görmək lazımdır. Yəni inşallah ki, inanıram ki, sizin dəstəyinizlə mağazamız artıq belə deyək, böyük bir şəbəkəyə dönər və YouTube kanalımızda böyük bir detailing YouTube kanalı olar. Bu qədər sizə dərin təşəkkürümü bildirirəm. Videomuzu sonuna qədər izlədiyiniz üçün kanalımıza abunə olmağı və video like qoymağınızı unutmayın. İnşallah yeni video və yeni proyektlərlə qarşınızda olacaq. Sizlə mən Tofiq Süleymanov, Avto Podcast YouTube kanalı.